Peki zorakılıqdan danışmayaq. Yəni siz dediniz ki, məsələn, ailədə tutaq ki, bərabər hüququnuzu hiss eləyirsiniz kişilərlə müqayisədə. İş yerlərində, məsələn, bizə tutaq ki, məlumatlar gəlir ki, hansısa xanım əgər başı bağlıdırsa və belə deyək ki, müsəlman xanımlarımızda, məsələn, işlərində problemlər olur. Onları məcbur edirlər ki, başlarının üstündə hicablarını atmalıdırlar, yalnız bundan sonra işlə. Şərt qoyurlar, bəli, ya örtüyünü açmalısan və yaxud da ki, ümumiyyətlə işin azad olması. Belə alaqasız olur. Mən elə düzgün toxundunuz, mən elə özüm də istəyirdim bu fikrə toxunum ki, yəni bizdə əgər zorakılıq, əgər siz bəyadan ailələrdə danışırsınızsa, başörtüklü xanımların zorakılığı ictimaiyyətdə ondan irəli gəlir ki, onlar öz ictimai mülki hüquqlarından demək olar ki, məhrumdurlar. Belə ki, 10 ildə artıq ki, Azərbaycanda həm şəxsiyyət vəsiqəsində, həm də dövlət pasportlarında başörtüklü şəkildə şəxsiyyət vəsiqəsi və pasport əldə etmək olmur. Və mən özüm başda olmaqla və mənim kimi minlərlə, 10 minlərlə xanımlar bu məsələdən əzab çəkirlər. Və əlbəttə ki, şəxsiyyət vəsiqəsi olmadan biz nə iş yerinə müraciət edə bilərik, işə düzəlməyə görə, nə təhsil davam etdirə bilərik, nə nigah qeydiyyatına düşmək olur və yaxud da ki, tibbi müəssisələrdə qeydiyyata düşmək və bunu sadalamaq olar, sayını artırmaq olar və əlbəttə ki, pasport məsələlərində ölkədən kənara çıxmaq, adicə inancımızdan irəli olaraq gələrək ziyarətə getmək hüququndan məhrum olmuşuq. Və bu, əlbəttə ki, siz dediyiniz kimi zorakılıq nəyə görə? Bu, vicdan azadlığımıza zidd olan bir məsələdir. Əlbəttə ki, insanın öz əqidəsindən irəli gələrək atdığı bu addım, yəni bu bizim azadlığımızdır, bu bizim vicdanımızdır və biz bu inancımızdan irəli gələrək əgər örtünmüşüksə, əgər biz örtüyümüzə görə hər dəfə bir problemlə rastlaşırıqsa cəmiyyətdə, əlbəttə ki, hər dəfə biz müəyyən stresslər keçiririk, psixoloji gərginliklər keçiririk. Dəfən-dəfən, adicə, məsələn, öz uşaqlarımızı biz qeydiyyata sala bilmirik. Nəyə görə? Çünki özümüzün şəxsiyyət vəsiqəsi olmadan uşaqlarımızın da əlbəttə ki, heç bir rəsmi qeydiyyatı yoxdur. Sabah onların məktəbə getməyin problemi durur. Sizin yoxdur pasportuna? Mənim şəxsiyyət vəsiqəm yoxdur. 10 ildir. 10 ildir ki, biz bu problemlə, yəni dəfən-dəfən, əlbəttə ki, bu məsələlər qalxır və demək olar ki, Milli Məclisə də müraciət olunub, müəyyən deputatlar ki, kim deyib, biz bu məsələni həll edəcək, onlara da müraciət olunub və biz çox sayda müraciətlər qəbul olunub, amma hələ ki, bu problem önəmli vəziyyət durur. Azərbaycan cəmiyyətində, Azərbaycan konstitusiyasında din dövlətdən ayrıdır və din dövlətin işinə, dövlət də dinin işinə qarışmır. Amma eyni zamanda insan hüquq və azadlıqlarını təsbit edən, müəyyən edən konstitusiyamız və bu günlərdə də Allaha çox şükür 2 həftədən sonra referendum keçiriləcək və burada da bir çox hüquq və azadlıqların təmininin dərinləşdirilməsinə istiqamətləndirilmiş hüquq və azadlıq, yəni əlavə və dəyişikliklər nəzərdə tutulub. Eyni zamanda insan hüquq və azadlıqları və burada da çox aydın, açıq şəkildə göstərilir ki, heç bir vətəndaş, heç bir insan öz dini inancını həyata keçirtməyə, ona əməl etməyə nə məcbur edilə bilər, nə də bu ona qadağan edilə bilər. Lakin digər bir müddəanı da unutmayaq ki, digərlərinin də hüquq və azadlıqlarına hörmət edilməsi şərti ilə və onların da pozulmaması şərti ilə. Yəni, mən sizi də başa düşürəm, lakin eyni zamanda din, yəni bugün bu başı bağlı və yaxud dini etiqadla əlaqədar olaraq təbii ki, ortalığa bir çox məsələlər çıxır, bir çox narazılıqlar çıxır və bu kimi halların qarşısı ancaq dövlət qurumlarında deyək ki, alına bilər. Yəni, dövlət qurumlarına fikrimi belə... Qanunlara hansısa dəyişikliklər ola bilər. Çünki o qanuna görədir ki, məsələn, bu xanım, məsələn, pasportu hicablı şəklini verir. Təbii ki, bu ayrı qanunvericilikdə bizim problem yaradan bir məsələ yoxdur. Qanunvericilikdə, yəni, xanım da vuruladığı kimi həm konstitusiyamızda və qoşulduğumuz beynəlxalq faktlarda göstərilir ki, yəni, hər bir kəs öz vicdan azadlığına irəli gələrək etiqad etdiyi öz dininə xarici görüntülərində, məsələn, xristiyan bir adamdırsa xaç asa bilər, yahudi adamın başına papaq qoya bilər və hər eyni zamanda saqqal saxlaya bilər kişi xilafı və qadın da örtülü, yəni örtülü gəzir. Bu onun gündəlik bir forması, bu mənim gündəlik yaşam tərzimdir və əlbəttə ki, mən öz şəxsiyyət vəsiqəmdə başqa cür şəkil çəkdirsəm, yəni açıq vəziyyət, tamam əks tanınmayan bir insan olacam. Çünki bu mən və hər dəfə mən onu təqdim edəndə təsəvvür etdim, mən nə qədər stres keçirdəcəm ki, əlbəttə ki, bizim bir çox orqanlarda
tek qadınlar işləmir, kişilər işləyir. Hər dəfə mən onu təqdim edəndə psixoloji görə nə qədər stressdir. Bu özü zorakılıq deyil, öz-özlüyündə bir qadına qarşı zorakılıqdır. Bir inanclıq. Mən demirəm, əlbəttə ki, bu məcburi bir məsələ deyil. Heç kəsi məcbur edə bilməz başını ört. Amma heç kəs də məcbur edə bilməz ki, başını aç. Və bu kimi əməllər dövlətə, dövlət prinsiplərinə, dövlətçiliyə, ölkənin sabitliyinə xələl gətirməyəcək dərəcədədirsə, təbii ki, buna heç kimin bir etirazı yoxdur. Sadəcə olaraq başı bağlı olaraq deyək ki, Azərbaycan dünyəvi, demokratik, sivil bir ölkədir və dövlət qurumlarına deyək ki, daxil olması, universitet tələbəsinin o şəkildə davam etməsi, bir icra aparatında, icra quruluşunda, hakimiyyət orqanında davam etməsi, yəni bunlar yasaq edilir bugün. Niyə yasaq edilir? Mən belə istəyirəm. Azad demokratik dövlətdə yaşayıram. Mən istəyirəm başı bağlı gəzəm işə gələndə başı bağlı. Məsələ onda necə ki, demokratik ölkələrə nəzər salsaq, əgər biz demokratiyanı bugün Qərbdən öyrəniriksə, Qərbdə, Amerikada belə bir problem yoxdur. Başı örtəkli xanımlar, yəni öz inancılarına irəli gəlir, çox rahat şəxsiyyət vəsiqələri var və şəxsiyyət vəsiqələrini əldə etdikdən sonra əlbəttə ki, bütün hüquqlarına... Mənim bildiyimə görə Fransada bu... Fransada ancaq orta məktəblərdə bu problem var. Təhsildə, yox, şükür Allaha, Azərbaycan müstəvisində təhsildə problemi yoxdur. Yəni, Misir Mərdanov dəfələrlə çıxış edib deyib ki, yəni, bəzən il boyu problemlər çıxır, siqnallar gəlir davama ki, məsələn, hansısa məktəbdə hüquq pozuntusu var, hansısa bir tələbəyə və yaxud müəlliməyə qarşı işdən çıxartma qabağına, qarşısına qoyulur. Amma şükür ola bu problemlər yəni köklü qalmır, hər dəfə həll olur və hal-hazırda da məsələn bugün danışdığımız vaxtda yenə də problemlər biraz qalxıb, bölgələrdə daha çox. Biz bu bayaq da qeyd olunan kimi hüquqlarımızı bilməməmizdən irəli gəlir. Bəzən müəyyən deyək ki, belə direktorlar və yaxud da rektorlar, onlar öz səlahiyyətlərini biraz keçirlər və bəzən bilmirəm nədən irəli gələrək olur bu. Amma bəzən Misir Mərdanovdan daha çox Təhsil Nazirliyi etmək istəyirlər, belə deyək də. Yəni özünün üzərinə gəlir ki, bax, hüquqlarını çox gözəl fikirdədir, hüquqlarını bilməmək. Bilmir, məsələn, xanım bilmir, onu deyirlər, sən aç başını, aşılasın, maarifləndirmə gedir başqa məktəbə düzəlir. Məsələn, niyə başqa məktəbə düzəlməlisən? Sən öz məktəbin, yəni nə qədər olmasa uşaqdır bu, məktəbdə oxur və öz sinif yoldaşları ilə davam etdirmək, yəni bu insanın hüququdur, təhsil almaq hüququ bizim ən ibtidai hüquqlarımızdandır. Nəyə görə burada problem olmalıdır?